Salam, hər vaxtınız xeyir olsun. Dövlət İmtahan Mərkəzi 9 illik toplu testdən əvəzlik. Birinci sualımız belədir ki, əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir. Kimsə qeyri-müəyyən əvəzlik, hamı qeyri-müəyyən əvəzlik, hərə qeyri-müəyyən əvəzlik, nə isə qeyri-müəyyən əvəzlik, bütün təyin əvəzlikdir. Fərqlənən hansıdır? Əlbəttə ki, eyvəndir. Hansı cümlədə o əvəzlindən sonra vergül qoyulmuş vergül işarəsi doğru deyil. O əvəzlindən sonra nə vaxt vergül qoyulur? O əvəzli mübtəda vəzifəsində çıxış edirsə, ondan sonra isim, sifət, say, zərf gələrsə vergül qoyulur. O əvəzli mübtəda vəzifəsində çıxış edirsə, ondan sonra feil, əvəzli, köməkçi nitq hissələrindən qoşma, bağlayıcı, ədat gələrsə vergül işarəsi qoyulmur. Feillərdə feil sifət istisnadır. İndi gəlin baxaq. Deyir ki, hansı cümlədə o əvəzindən sonra qoyulmuş vergül işarəsi doğru deyil. Dostdur. Kim? Bax, kim sonra cavab verir? Mübtədadır. Özündən sonra isim gəlib. Demək, vergül doğrudur. Düz qoyulub. O məğrur bir vəziyyət aldı. Nə etdi? Vəziyyət aldı. Kim? O mübtəda vəzifəsindədir. Məğrur vəziyyət necə vəziyyət? Məğrur sifət gəlib özündən sonra. Demək, vergül qoyula bilər. O oxumalı idi. Nə etməli idi? Oxumalı idi. Feilin vacib şəklindədir. Yəni, özündən sonra feil gəlibdir. Vergül qoyulmayacaq. O səyahətdən yorulmayıbdır. Nə edib? Yorulmayıbdır. Kim o? Səyahət isim gəlib, vergül qoyulacaq. O 19-cu dəstənin fəxridir. Dəstənin fəxridir. 19-cu dəstənin fəxridir. Kim? O. Özündən sonra say gəlib, demək ki, nə olacaq? Vergül qoyulacaq. Cavab deyəbəndə. Hansı nümunədə bu əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya bilər. Yəni, bu əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Yəni, iki cür düşünəcək. Bu ki, bizim yerlimizdir. Özündən sonra ədat gəlib, vergül ümumiyyətlə heç qoyulmayacaq. Bu gün istidir. Burada bu, hər bu gün deyil. Burada bu gündür. Bu gün. Zaman zərfidir. Heç burada bu ayrılmır. Vergül olmayacaq. Yəni, vergül ümumiyyətlə heç orada düşünmürük. Bu da bizim ən müqəddəs arzumuzdur. Ondan sonra dada bağlayıcı gəlib. Vergül qoyulmayacaq. Bu qatar Təbrizə gedir. Gözünüz aydın olsun. Bu qatar Təbrizə gedir. Hansı qatar? Bu qatar. Biz bunu iki cür düşünəlim. Deyə bilmərik ki, bu qatar Təbrizə gedir. Bu qatar, yəni işarə edir. Hansı qatar? Bu qatar. Burada ümumiyyətlə vergül olmayacaq. Bu tapşırığı vaxtında bitirdi. Deyirik ki, nə etdi? Vaxtında bitirdi. Nəyi? Tapşırığı. Hansı tapşırığı? Bu tapşırığı. Bir də belə fikirləşə bilərik. Bu tapşırığı vaxtında bitirdi. Yəni şəxs olaraq bu tapşırığı vaxtında bitirdi. Bir də deyərik ki, məsələn, bu tapşırığı vaxtında bitirdi. Demək, cavab nədir? Eyvəndir. Dördüncü sualda nədir? Cümlələrin birində o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Durğu işarəli buraxılmışdır. O, buradakı uşaqların hamısından böyüdür. Yəni, yenə də burada iki cür düşünəcək. O, buradakı uşaqların hamısından böyüdür. Kim? O, bu da yalnız şəxs əvəzliyi kimi düşünür. Yəni, burada həm şəxs, bir də işarə kimi düşünürsün. Bir ayda o necə də qaralmış və kökəlmişdi. Kim? O. Burada da yalnız şəxs əvəz. O durandan sonra haraysa tələsir. O durandan sonra isə haraysa tələsir. Yəni də şəxs olaraq düşünürük burada. Bir cür düşünə bilir. O kitabı vərəqlədi. Bax burada indi fərqlidir. Deyirik ki, o kitabı vərəqlədi. Yəni şəxs olaraq vergül qoyduq. Bir də deyirik ki, o kitabı vərəqlədi. Yəni, tutaq ki, bir kitab göstərir, deyirik ki, o kitabı vərəqlədi. Demək, burada vergül qoyulmazdır. Birini də qoyula da bilər, qoyulmaya da bilər. Cəmə cavab deyibəndir. O əsərlər bizim üçün çox qiymətli. Hansı əsərlər? O əsərlər. Burada da yalnız işarə kimi işlənibdir. Bu bizim müqəddəs vəzifəmizdir nümunəsində. Bu işarə əvəzli hansı nitq hissəsini əvəz etmişdir? Bizim vəzifəmizdir. Nə? Bu. Nə sonra cavab verir? Nə sonra cavab verirsə demək nəyə əvəz edib? İsmi əvəz edibdir. Mən də bilirəm
nəçiyəm, nəyəm cümləsində əvəzliyin hansı məna növləri işlənibdir? Mən də bilirəm. Bax, mən şəxs əvəzliyi, nəçiyəm, nəyəm. Bunlar da sual əvəzliyidir. Demək, nəyə işlənib? Şəxs və sual. Cavabımız B bəndidir. 7-yə baxırıq. Belə məsələlər hamını yaman yorub cümləsində əvəzliyin hansı məna növləri işlənir? Belə məsələlər, necə məsələlər? Belə məsələlər o, bu, elə, belə, həmin işarə əvəzlikləridir. İşarə. Hamı qeyri-müəyyən əvəzlikdir. Demək, işarə və qeyri-müəyyən. Cavab B bəndidir. İşarə əvəzlikləri müəyyəndir. İşarə əvəzlikləri hansılardır? O, bu, elə, belə, həmin. Demək, hansılardır? O, bu, elə, həmin. Cavab B bəndidir. İşarə əvəzliklərini müəyyən edin. O, bu, elə, belə, həmin. Demək, burada nədir? Belə, həmin. 10-cu suala baxırıq. Hansı cümlədə əvəzlikdən sonra vergül olmamalıdır? Əvəzlikdən sonra nə vaxt vergül olmur? Ya feil olmalıdır, ya əvəzliyin özü olmalıdır, ya da ki, köməkçilik hissələrindən biri olmalı. Olarsa vergül olmayacaq. O, peşəkardır. Peşəkardır. Kim? O, peşəkar. Necə peşəkar? Vergül olacaq. Bu ilk uğurumdur. İlk uğurumdur. Nə? Bu. Necə uğurdur? İlk uğurdur. Sifət gəlib vergül ola bilər. Bu da gəldi. Bax, görsən, dada bağlayıcıdır. Köməkçilik hissələri gəlsə, vergül işarəsi qoyulmur. O, ağıllı qızdır. Kim? O, ağıllı sifəti gəlib, demək ki, ola bilər. Bu, çempiondur. Çempiondur. Kim? Bu, vergül olacaq. Çempion ismi gəlib. O adam öz taleyindən nigarandır. 11-ci sual. Nümunəsində əvəzliyin hansı məna növləri işlənmişdir? O adam, hansı adam? O adam. Yazıda saxlayın. O həm şəxs əvəzliyi ola bilər, həm işarə əvəzliyi ola bilər. Hansı sualına cavab verirsə, işarə əvəzliyidir. Kim nə sualına cavab verirsə, hallanırsa, cəmlənirsə, mənsubiyyətə görə dəyişirsə, bu isə şəxs əvəzliyi kimi götürəcəksiniz. Yadınızda saxlayın. O adam, hansı adam? O adam, üzr istəyirəm. Hansı sualına cavab verirsə, işarədir. İşarə. Bütün öz filan eyni. Bunlar nədir? Təyini əvəzlikdir. Buraya yazılır təyini. Demək, işarə və təyini. Hansıdır? Cavab B bəndidir. Hansı cümlədə o əvəzliyindən sonra vergül işarəsindən istifadə edilə də bilər, edilməyə də bilər. Yəni, işarə şəxs ola bilər, işarə əvəzliyi də ola bilər. Mən səndən o qələmi istəyirəm. Mən səndən o qələmi. Görürsən, burada işarəmi. Hansı qələmi? O qələmi istəyirəm. O kitabı mənə ver. Hansı kitabı? O kitabı. Burada da nədir? İşarə məqsədlidir. O gün sən gəlməmişdin. Nə etmişdin? Gəlmişdin. Kim? Nə vaxt, nə zaman? O gün. Burada o yoxdur. O, sən gəlməmişdin, olmur. Görürsən, o gün birlikdə işlənir. O, bağda işləyirdi. Nə edirdi? İşləyirdi. Kim? O. Yəni, bağda işləyirdi. Bir də deyirsən ki, işarə edirsən ki, o, bağda işləyirdi. O, bağda işləyirdi. Burada da vergül olmayacaq. O, hətta qonaqları da məhəl qoymadı. Köməkçilik hissəsi gəlib, ümumiyyətlə vergül olmayacaq. Cavabımız D bəndidir. Hansı cümlədə o əvəzliyindən sonra vergül işarəsindən istifadə edilə də bilər, edilməyə də bilər. O da eyvanda dayanıb bizə baxırdı. Nə edirdi? Baxırdı. Kim? O. Özündən sonra nə gəlib? Bağlayıcı gəlib. Köməkçilik hissəsində vergül olmayacaq. O səni çoxmu sevindirdi? Bax, özündən sonra nə gəlib? Əvəzlik gəlib, vergül olmayacaq. O şairin yeni şeirlərini bloknota yazdı. O şairin yeni şeirlərini bloknota yazdı. Kim? O. Yalnız burada şəxs kimi işlənib. Yəni, biz onu təyin əvəz kimi düşünə bilmirik. Təyin kimi düşünə bilmirik. O yaşıl meydançada uşaqlar... O yaşıl meydança... Onun üstə eləcək bəndidir. Deyir ki, o şairin yeni şeirlərini bloknota yazdı. Yəni, o həmən adam. Bir də şəxs mi? O şairin yeni şeirlərini bloknota yazdı. Burada işlənir. O yaşıl meydança uşaqlar üçün düzəldir. Hansı meydança? Yaşıl meydança. Hansı yaşıl meydança? O yaşıl meydança. O gün uşaqlar da gəlmişlər. Nə etmişlər? Nə vaxt, nə zaman? O gün. Burada da yenə də o gün mənasında işlənir. Demək, cavabımız nədir? C bəndidir. 14. O əvəzliyindən sonra qoyulmuş vergül işarəsi hansı bənddə doğrudur? Artıq o günlər geridə qalmışdır. Nə etmişdik? Geridə qalmışdır. Nə? Hansı günlər? O günlər. Vergül işarəsi düzgün qoyulmuş. Çünki hansı sonra cavab verirsə, ondan sonra durğu işarəsi qoyulmur. O həyatın bərkini, boşunu görmüş adamdır. Kim? O həyatın bərkini, boşunu görmüş
adamdır. Kim sualına cavab verir? Həyat ismi gəlib, demək ki, nə olacaq? Vergül qoyulacaq. O şənbə gecəsi, o hansı şənbə gecəsi? O hansı sualına cavab verirsə, vergül olmur. O da çox çalışırdı. Özündən sonra köməkçilik hissəsi gəlib. Heç vaxt vergül olmaz. Sabah o getməli. Nə etməlidir? Getməlidir. Özündən sonra feil gəlir. Feil gələndə vergül şərəsi olmur. Demək cavabımız nədir? B. Hansı cümlədə bu əvəzliyindən sonra vergül olmamalıdır? Bu gün onunla danışacağam. Buradan sonra vergül qoyulub. Əslində o belədir. Bu gün şəklində işlənir. Burada bu təkcə işlənmir. Zərf mənasındadır. Vergül olmamalıdır. Həli cavab A-bəndə. 15-də. Bu testlər topusudur. Nə? Testlər topusudur. Düzdür. Bu deyəsən onlardandır. Bax, deyəsən moda söz olduğuna görə hər tərəfdən vergül olur. Doğrudur. Bu kollektivin iş planıdır. Kollektivin iş planıdır. Nə? Bu kollektiv isim gəlib vergül qoyula bilər də. Bu maraqlı əsərdir. Əsərdir. Nə? Bu necə əsərdir? Maraqlı əsərdir. Demək, həqiqətən sifət gəlib vergül qoyula bilər. 16-cı suala baxırıq. Hansı cümlədə o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. O da bizim kimi həvəslə çalışır. Özündən sonra köməkçilik hissəsi gəlib, heç ümumiyyətlə vergül olmur. O həm də gözəl qarmon çalır. Kim? O. Bax, bağlayıcı gəlib. Olmaz. O universitetdə oxuyuram. Hansı universitetdə oxuyuram? O universitetdə oxuyuram. İşarə eləyir. O binanın qarşısında dayanıb məni gözləyirdi. Bax, şəxs olaraq deyirəm ki, o binanın qarşısında dayanıb məni gözləyirdi. Elə desəm, vergül qoya bilərəm. Bir də deyirəm ki, o binanın qarşısında dayanıb məni gözləyirdi. Yəni işarə edirəm, hər hansı bir binanı göstərirəm. Deyirəm ki, o binanın qarşısında. Demək, vergül ola da bilər, olmaya da bilər. O ki, yaxşı şagirddir. Özündən sonra köməkçilik hissəsi gəlib. O ki, ədat gəlib, demək ki, vergül olmayacaq. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. O qalxıb qapıya tərəf getdi. Kim? O. Yalnız şəxs kimidir, yəni şəxs olaraq insan. O heç dəyişməyib, heç. Yenə də nitq hissəsi, köməkçilik hissəsidir, vergül olmaz. O kəndə getdi. Bax, şəxs olaraq deyə bilərəm. Deyərəm, o kəndə getdi. Vergül qoyuram. Bir də işarə edə bilərəm. Haransı bir kəndi göstərə bilərəm. Deyirəm, o kəndə getdi. Uzaq bir məsafəni göstərib, deyirəm, o kəndə getdi. Burada həm vergül olmayacaq bilər. Demək, cavabımız nədir? C bəndə. O adamı yaxşı tanıyırıq. Hansı adamı? O adamı yenə də işarə edirik. Vergül olmayacaq. O illəri geri qaytarıb. Hansı illəri? O illəri. Yəni yenə də işarə məqsədilə işlənib burada. Cavabımız C bəndə. 18-ci testə baxırıq. Düzdür, burada indi qəşəng düşməyib. Birində vergül düzgün qoyulmamışdır. Burada özündən sonra feil gəlib. Cavab E bəndidir. Vergül olmayacaq. O gəlməyəcək. O gəlməyəcək. Özündən sonra feil gəldiyinə görə vergül işarəsi qoyulmalıdır. Cavabımız E bəndi burada. O bilər də yaxşı görsənmir. Yaxşı görsənir deyəndə bu müəllimin kitabıdır. Bu xeyirxah insandır. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmamalıdır? O həmişə sadə adamlarla görüşməyi sevərdi. Nə edərdi? Sevərdi. Kim? O. Bax, kim sualına cavab verirsə, özündən sonra nə gəlir? Zərf gəlib. Demə, vergül qoyula bilər. Yenə o gələcək. Vəziyyəti düzəldəcək. Nə edək gələcək? Kim o? Bax, burada vergül qoyulubdur. Olmaz burada vergül qoymaq. Cavab B bəndidir. Neçənci sualımızdır bizim? 19-cu sualımızda. Sonra o gözəl mahnılarla hamının qəlbini oxşadır. Nə edirdi? Oxşadırdı. Kim? O. Özündən sonra sifət gəlib vergül ola bilər. O gözəl bir insan idi. Necə insan idi? Gözəl bir insan idi. O. Gözəl yenə sifət gəlib vergül ola bilər. O diqqətlə ətrafı gözdən keçirdi. Kim? O. Özündən sonra diqqətlə zərfi gəlib vergül işarəsi ola bilər. Demək, cavabımız nədir? 20-ci suala baxırıq uşaqlar. 20-ci sualda belədir. Sual əvəzliyinin köməyi ilə yaranan sual cümləsi hansıdır? Sual əvəzliyi olmalıdır. Samir kənddə yaşayır ki, düzdür, sual işarəsi var, amma bu sual ədatı ilə yaranıb. Ədat. Sən məndən küsmüsənmi? Yenə də mi sual ədatıdır. Sual ədatıdır. Niyə bizə gəlmirsən? Niyə etmirsən, gəlmirsən? Kimə? Bizə. Bax, niyə burada artıq niyə artıq sual əvəzini köməklərindən sual cümləsidir. Bax, niyə bizə gəlmirsən? Niyə sual əvəzliyidir? Bax, sual əvəzliyidir.
Məgər o səninlə getməyəcək. Bax, məgər bax, sual ədatıdır. Sual ədatı. Bəs bu gün imtahana hazırlaşmayacaqsan, görürsən, bəs. Bu da nədir? Sual ədatıdır. Cavabımız nədir? C. Sual əvəzinin köməyi ilə yaranan sual cümləsi. Elnur məktəbdən nə vaxt qayıdıb? Bax, sual əvəzinin köməyi ilə yaranan sual cümləsi deyilir. Cavabımız elə A bəndidir. Məgər o düz danışır? Bax, məgərdir, sual ədatıdır. Sual ədatı. Sonra, sabah işə gedəcəksənmi? Sual ədatıdır. Ədatı. Qonaqlar yatıblar ki, bax, burada nədir ki, sual ədatıdır. Ədatıdır. Bəs sabahki tədbirə hazırlaşmayacaq. Eyni şeydə, bəs sual, bu da nədir? Sual ədatıdır. Sual əvəzliyi hansı idi? Yanlış cavab A bəndi idi. Bu sual əvəzliyi idi. 22. Əşyanı umumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzliklər hansı əvəzdir? Əlbəttə ki, təyin əvəzliklər hesab olunur. Hamı özü üçün heç nə, heç kim, hərə öz əvəzliklər. Nöqtələrin yerinə cümlələrin hansı hazırla uyğun əvəz etmək olar? Axır çərşənbədə hamı tonqol başına yığılır. Hər anaya öz övladı əzizdir. Heç nə unudulmur. Baxın, heç nə unudulmur. Heç kim yaddan çıxmır. İməzlikdə hərə bir ağac əkdi. Ağıllı uşaq özünü bələkdə göstərir. Deyir ki, bunları cümlələrin hansı hazırlığına uyğun gəlir? Hamı haradaydı? Bax, görürsən, birinciliyindəydi. Deməli, birincidə işlənib, bunu nə götürəcək? 1 götürəcək. Özünü harada işlənib? 5-də işlənib. Ondan sonra heç nə harada işlənib? Heç nə ilə heç kim. 3-də işlənib. Bəli. Sonra hərə neçəncində işlənib? Hərə işlənib 4-cündə. Demək, burada 4 götürəcək. Sonra bir də qaldı. Hər anaya, bu da 2-dədir. Hərlə öz 2-dədir. 15 342. Demək, cavabımız nədir? Bəli. Hansı cümlədə o bu əvəzdən sonra durğu işarələri düzgün qoyulmamışdır? Bu ömür kitabımdır. Ömür kitabımdır. Nə bu? Doğrudur. Çünki özündən sonra ömür ismi gəlir. O yerlərin, meşələr çox sağ. Hansı yerlərin? O yerlərin. Hansı sualına cavab versə, yazı saxlamandan sonra vergül işarəsi qoyulmuş. Səhvdir. Hələ o tələbəlik illərini xeyli xatırlayacaq. Tələbəlik, hansı tələbəliklərin? O tələbəlik illərini vergül olmayacaq. Çünki hansı sualına cavab verir. O alnına qaldırdığı eynəyini çıxardı. Kim? O. Vergül olacaq. Düz qoyulub. Bu müəllim 4-cü kursda mühazir. Bu müəllim 4-cü kursda mühazir. Hansı müəllim? Bu müəllim. Vergül işarəsi olmayacaq. Çünki hansı sualına yenə cavab verir. Deyir ki, vergül düzgün qoyulmayıb. Hansılarda düzgün qoyulmayıb? 2 idi, 3 idi, 5 idi. 2, 3, 5 nədir? 24-cü cavabda B bəndidir cavabımız. 25. O əlbəttə gələcək cümləsində o əvəzlindən sonra nə üçün vergül qoymuşdur? Çünki əlbəttə özündən sonra moda söz işləndi. Üçüncü cavab A bəndidir. 26-ya baxırıq. O əvəzlindən sonra qoyulmuş vergül işarəsi hansı cümlədə doğru deyil. O məğrur bir vəziyyət aldı. Nə etdi? Vəziyyət aldı. Necə vəziyyət aldı? Məğrur vəziyyət kim? O. Özündən sonra sifət gəlib vergül ola bilər. O gələcək. Bax, burada doğru deyil. Niyə görə? Çünki özündən sonra feil gəlib. Olmaz. O dostluqda dəyanətlidir. Kim? O. Dostluq ismindən sonra demək ola bilər. O səyahətdən yorulmamışdı. Nə etməmişdi? Yorulmamışdı. Kim yorulmamışdı? O nədən? Səyahət ismindən sonra vergül olacaq. O 19 dəstənin fəxridir. Bəxlab test vardı. Bax, bu tərəfdə. Burada da vergül olur. Demək, cavabımız nə idi? Cavabımız B bəndi idi. Təyin vəzifələrdən ibarət cərgəni müəyyən edin. Hər, bütün, öz filan. Cavabımız nədir? A bəndi. Yalnız təyin vəzifədən ibarət. Yəni, yalnız təyin əvəzlik olsun. Bax, görürsən, burada var şəxs əvəzliyi getdi. Sən, yenə də burada şəxs əvəzliyidir. Demək, cavabı götürə bilməliyik.
Kim sual əvəzliyidir, bunu götürə bilmərik. Görürsən, A bəndi getdi, B bəndi getdi, D bəndi getdi. Ora ümumiyyətlə zərf deyil. Hər bütün öz filanetinin cavabımız E bəndi. Şəxs əvəzlikləri və qeyri-müəyyən əvəzlikləri əsasən hansı cümlə vəzifəsində işlənir? Şəxs əvəzlikləri və qeyri-müəyyən əvəzlikləri daha çox kim və nə sualına cavab verdiyi üçün mübtəda, bəzən də kimi, nəyi vəzifəsində işlənə görə daha çox mübtəda və tamamlıq vəzifəsində daha çox işlənə bilər. Biri qeyri-müəyyən əvəzlikdir. Baxın, bəziləri, biri qeyri-müəyyən əvəzlikdir. Bəziləri qeyri-müəyyəndir. Bəziləri qeyri-müəyyəndir. Hər şey qeyri-müəyyən əvəzlikdir. Özüm təyini əvəzlikdir. Baxın, təyini əvəzlikdir. Kimisi qeyri-müəyyən əvəzlikdir. Hərə qeyri-müəyyən əvəzlikdir. Və burada qeyri-müəyyən əvəzlik hansıdır? Hansı əvəzliklər sifətin yerində işlənə bilər? Sifətin yerində işlənən əvəzliklər daha çox ya təyin əvəzlikdir, ya da ki, işarə əvəzlikləridir. O, bu, həmin. Cavabımız olacaq B bəndi. Nümunədə 32-ci suala baxırıq. Nümunədə əvəzliyin mənacə hansı növü işlənmişdir? Yazırıq. Hamı, uşaqlar qeyri-müəyyən əvəzlikdir. İnsana tutsun insan adını, qoy qəlbi qaralar, yanıb qarasın. Mənacə hansı növü işlənmişdir? Bir dənə işlənib, o da qeyri-müəyyən əvəzlikdir. Cavabımız C bəndidir. Hansı işarə əvəzliyi, hansı işarə əvəzliyi sifəti və zərfi əvəz edə bilər? Və yadınızda saxlayın. Elə belə həm sifəti, həm zərfi əvəz edə bilir. Cavabımız C bəndidir. Bununla bağlı bir qeyd isə qeyd edeyim. Bax, məsələn, bəzən uşaqlar yazırlar. Elə danışma. Bir də ki, yazırsan, məsələn, elə söz. Deyirsən ki, hansı nitq hissələri var? Tez eləyə. Burada deyirlər, müəllim, hərəkətə aiddir, zərfdir. Elə isə əşya aiddir, sifətdir. Elə belə sadəcə olaraq sifəti və zərfi əvəz edə bilər. Nitq hissəsinə görə həmişə əvəzlikdir. Yadınızda saxlayın. Yaxşı mı? Yəni, burada cavabımız nədir? C bəndi. Əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir. Baxın, əvəzliklərdən biri məna növünə görə digərlərindən fərqlənir. Kimsə qeyri-müəyyən əvəzlikdir. Nə isə qeyri-müəyyən əvəzlikdir. Hərə qeyri-müəyyən əvəzlikdir. Həmin, hər, o, bu, elə, belə, həmin. İşarə əvəzliyidir. İşarə əvəzliyidir. Hər şey qeyri-müəyyən əvəzlikdir. Demək, yazandan sonra fərqli olan hansı idi? Cavabımız D bəndi. 35. Hansı əvəzliklər mənsubiyyət şəkilçisi ilə işlənə bilmir? Hansı əvəzliklər mənsubiyyət şəkilçisi ilə işlənə bilmir? Bu uşaqlara izah edəndə yuruna qədər fırlamışım burada. Hansı əvəzliklər işlənə bilmir? Tutaq ki, baxın, deyir, hansı əvəzliklər mənsubiyyət şəkilçisi ilə işlənə bilmir? Bir şey deyim sizə uşaqlar. Bax, şəxs əvəzlikləridir. Heç vaxt mənsubiyyətə görə dəyişmir. Bir də ki, o bu əvəzlikləri də mənsubiyyətə görə dəyişə bilmir. 36-cı suala baxırıq. Qeyri-müəyyən əvəzliklər hansı bənddə verilmişdir? Qeyri-müəyyən əvəzliklər. Bax, görürsən, biz, siz, şəxs əvəzliyi getdi. Biri, hamı, hərə. Bax, qeyri-müəyyən əvəzlikdir. Hər bütün öz filan təyin əvəzlikdir. Mən, sən, o şəxs əvəzlikdir. O, bu, elə, belə isə işarə əvəzliyidir. Demək, cavabımız B bəndi. Biri, kimi, hamı sözləri. Əvəzliklərin hansı məna növünə aiddir? Əlbəttə ki, qeyri-müəyyən əvəzlikdir. Əlamətlərdən biri şəxs əvəzliklərindən adıla bilməz. Əlamətlərdən biri, bax, bayaqlar dedim, şəxs əvəzlikləri yazda saxlayın. Mənsubiyyətə görə dəyişmir. Təkdə və cəmdə olur. Cümlənin mübtədası tamamlığı ola bilər. Hallanması ola bilər. Xəbəri şəkli qəbul edə bilərsən. Mənəm, sən, odur bu şəkildə. Biri fərqlidir. Bax, eyni. Nədir? Hər bütün öz filan eyni. Təyin əvəzlikdir. Bu da təyin əvəzlikdir. Bu da təyin əvəzlikdir. Bu isə təyin əvəzlikdir. Bu isə qeyri-müəyyən əvəzlikdir. Bax, uşaqlara həmişə deyirəm. Hərə qeyri-müəyyən əvəzlikdir. Yazıda saxlayın. Hər təyin əvəzlikdir. Hər təyin əvəzlikdir. Sonra burada səhv salınan bir məqamda var. Onu da qeyd eləyək. Bax, filan var. Bir də var filan kəs. Filan kəs. Bax, filan təyin əvəzlikdir. Filan kəs qeyri-müəyyən əvəzlikdir. Bax, belə verəndə bəzən adam çaşır ki, görsən hansıdır. Burada cavabımız nə idi? D bəndidir. Çünki qeyri-müəyyən əvəzlikdir. Əvəzliklərdən birində hal şəkilçisi yoxdur. Hərə sözün birbaşa köküdür. Deməklə belə cavabımız birinə
A. Hamıda. Burada görürsən sizə hal şəkilçisidir. Buradan hal şəkilçisidir. Demək cavabımız A'dandır. Bu şövqü kim? Bu şövqü kim mənim ruhuma yaydı? Nümunədə əvəzliklərin mənim növünü işlənmə arzını. Bax bu şövqü. Hansı şövqü? Bu. Bunu yazırıq işarə. Düzdür. Kim? Sual əvəzliyidir. Mənim isə şəxs əvəzliyidir. Ardıcıllığımız nədir? İşarə, sual, şəxs. İşarə, sual, şəxs cavabımız efəndidir. Bəs haradadır bu yurdun öz sahibləri? Bəs haradadır bu yurdun öz sahibləri? Nümunədəki əvəzliklərin məna növlərinin işlənmə ardıcıllığını müəyyən edin. Haradadır? Sual əvəzliyi. Düzdürmü? Düzdür. Bu yurt, o bu elə nədir? İşarə əvəzliyidir. Öz hər bütün öz filan isə təyini əvəzlikdir. Demək bu nədir? Sual işarə təyini. Sual işarə təyini hansıdır? Cavabımız B-bəndi. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? O, xalqın üsyan deyən səsdir. O, xalqın üsyan. Kim? O. Elə buradan sonra vergül qoyulacaq. 43-də cavabımız A bəndidir. B-yə baxaq. O, ayaq dəyməyən yaşıl kədikdə. O, ayaq dəyməyən. Hansı ayaq dəyməyən? O, ayaq dəyməyən. Sual cavab verir, vergül olmayacaq. O, sərtliklə, bu incəlik. Hansı sərtliklə? O, sərtliklə olmayacaq. O, sonsuz səbrin kəsası yaman. Hansı sonsuz? O, sonsuz. Burada da hansı sual cavab verir? O ki, məni görməmiş axı o vaxtdan bəri, özündən sonra köməkçilik hissəsi gələ vergül olmayacaq. Hansı cümlədə o əvəzindən sonra vergül qoyulmamalıdır. O gözəl sənətkardır. Sənətkardır. Kim? O. Özündən sonra sifət gəlib vergül şəvəsi olacaq. O uşaq bağçasında işlər. Kim? O. Hansı? Kim? O. Nedir işlər? Kim? O. Harada? Uşaq bağçasında. Uşaq ismi gəlib vergül olacaq. O mahir ovçudur. Ovçudur. Kim? O necə ovçudur? Mahir sifət gəlib olacaq. Bu gün o getməlidir. Nə etməlidir? Getməlidir. Kim? O. Əslində bax görürsən kim sunacaq. Amma özündən sonra feil gəldiyinə görə vergül olmayacaq. O yaxşı ad qazanıbdır. Ad qazanıbdır. Kim? O. Özündən sonra yaxşı sifəti gəlib olmayacaq. Olacaq daha doğrusu. Burada cavab D bəndidir. 45-ci suala baxırıq. 45-ci sualda necədir? Deyir ki, durğu işarələrinin səhv işləndiyi cümlələri müəyyənləşdirin. Gülçin dərslərini hazırla. Gülçin dərslərini hazırla. Vergül qoyulub Gülçindən sonra düzdür. Çünki xitab gəlib, xitabda Gülçin, xitabdan sonra vergül qoyulur. Demək vergül qoyulacaq. Düz qoyulur. O getmir. Səhvdir. Çünki özündən sonra feil gəlir. Bu mənim kitabımdır. Bundan sonra əvəzlik gəlib, şəxs əvəzlik. Vergül olmayacaq. O nə dinir, nə də danışır. Özündən sonra nə bağlayıcı gəlib, vergül olmayacaq. Bu güman ki, düz deyil. Güman ki, modal sözü gəlib, vergül qoyulacaq. Səhv işləndiyi hansılardır? 2-dir, 3-dür, 4-dür. Cavabımız efəndidir. Qeyri-müəyyən əvəzli işlənmiş cümlələri müəyyən edin. Özüm bu barədə söhbət açmadım. Özüm, bax görürsən, hər bütün öz filan eyni. Bax, özüm, hər bütün öz filan. Təyin əvəzlik, bu işarə əvəzliyidir. İşarə. Onun kitabı məndə qalmışdır. Onun şəxs əvəzliyidir. Məndə şəxs əvəzliyidir. Hər gülün öz ətri var. Hər bütün öz filan eyni. Bunlar təyin əvəzlikdir. Kimi istərsən çağır. Kimi istərsən çağır. Bir şey qeyd eləyim. Kimi o vaxt qeyri-müəyyən əvəzlik olur ki, davamlı olsun. Məsələn, belə deyək də, kimi odun doğrayır, kimi kitab oxuyur məsələn. Kitab oxuyur. Gördünüz, davam elədi. Davam eləyirsə kimi, o qeyri-müəyyən əvəzlikdir. Davam eləmirsə, sadəcə kimdir o, kimi deyil. Kim. Yəni, burada kim sual əvəzliyidir. Sadəcə olaraq hallanıb. Sadəcə sual əvəzliyidir. Sual əvəzliyidir. Kimsə zümzümə edirdi. Zümzümə edirdi. Kim? Kimsə, bax görürsən, qeyri-müəyyən əvəzlikdir. Cavabımız E bəndidir.
İşarə əvəzlərdən ibarət zərgəni müəyyən edin. 47-ci suala baxa. İşarə əvəzlərdən ibarət zərgəni müəyyən edin. İşarə əvəzləri hansılardır? O, bu, elə, belə, həmin. Cavabımız eyvandır. Həm insana, həm də digər canlılara, həm də cansız əşyalara adılan şəxs əvəzi hansıdır? Üçüncü şəxsin tək və cəmidir. Yazı saxlayın. Necədir? Həm insana, həm digər canlılara. Baxın, mən deyirəm, o insandır. İnsandır. Bir də deyirəm, o itdir. Düzdür. Digər canlı, bu insan, bu heyvan. Bu da ki, məsələn deyirəm, itdir, nə? O. Bir də deyirəm ki, o binadır. Hə, binadır, nə? O. Gördük, cansız əşyadır oldu. Demək, üçüncü şəxsdə, mən, sən, o, üçüncü şəxs. Üçüncü şəxs həm də ki, tək və cəmi, həm canlı, həm cansızlara aydın. Cavabımız B-bəndi. Sonra baxın, 49-cu sualımıza baxırıq. Görək, 49-cu sualımızda bizdən nə istəyir? Deyir ki, qeyri-müəyyən əvəzdən ibarət. Yalnız qeyri-müəyyən. Baxın, hər bütün öz filanı, bax, təyin əvəzliklərdir, buradan çıxır. O, bu işarə əvəzliyidir, getdi. Elə, belə, filankəs, elə, belə, həmin, bax, həminə bax, təyin əvəzi getdi. Neçənci sual əvəzli getdi. Demək, cavabımız nədir? Hərə, birisi, bəzi, kimsə. Hansı cümlədə işarə əvəzli ismi yerində işləmişdir? İşarə əvəzli. İşarə əvəzli ismi yerində işlənməsi nə olmalıdır? Daha çox kim və nə sualına cavab verməlidir. Bunu özüm götürürüm. Niyyətim götürürüm. Nəyi? Buna elə cavab abəndir. Bu həmişə işarə əvəzlidir. Yazıda saxlayın. Heç vaxt şəxs əvəzli ola bilməz. O uşaq əlasıdır. Əlasıdır kim? Uşaq. Hansı uşaq? O uşaq. Görürsən, sifət əvəz edib. Belə günləri unutma. Hansı günləri? Belə günləri. Burada sifət əvəz edib. Bu çiçək dağlarda bitir. Hansı çiçək? Bu çiçək. Sifət əvəz edib. Haqqında danışdığım bu oğlandır. Hansı oğlandır? Bu oğlandır. Burada da sifət əvəz edib. Cavabımız oğlandır. Hansı əvəzlikləri mənsubə şəxsi qəbul edə bilmir? Hansı əvəzlikləri mənsubə şəxsi qəbul edə bilmir? Bax, mənim özüm, sənin özün, onun özü. Mənim, bizim bəzilərimiz, sizin bəziləriniz, görürsün qəbuli. Bizim hərəmiz, sizin hərəniz, onlar hərəsi. Mənim heç, bizim hamımız, sizin hamınız, onların hamısı. Bu hamı 1-2-3-cü şəxsləri qəbul eləməsə, daxil mənsubə şəxsi qəbul. Hamımız. Amma kimisə nəysə isə, kimisə bir də həmin mənsubətə görə dəyişmir. Mənim kimsəm, həmin sözü həmişə daha çox sifət əvəz edir. Hansı nümunədə? 52-ci suala baxırıq. Hansı nümunədə əvəzlik zərfi əvəzidir? Bayaqları dedim, əvəzlik zərfi əvəzindən daha çox elə, belədir. Elə, belə. İndi baxaq. Özüm işi vaxtında gördüm. Nə etdim? Gördüm. Kim? Özüm. İsmi əvəz edib. Bəziləri tap, bəziləri ismi əvəz edib. Həmin əhvalat bizi tərcüməlidir. Hansı əhvalat? Həmin əhvalat bizi sifət əvəz edib. Elə söhbətlər. Bax, görürsən, elə söhbətlər. Əşyaət olduğuna görə sifəti əvəz edib. Sifəti. Amma belə danışırlar. Belə danışırlarsa, belə sözü burada hərəkətə aid olduğuna görə necə danışırlar? Belə danışırlar. Sifəti əvəz, hərəkətə aid olduğuna görə burada nəyə əvəz edir? Zərfi əvəz edir. Cavabımız nədir? Qeyrandır. Sonra burada belə bir şey var. Bir nümunədə əvəzliyin hansı məna növləri işlənmişdir? Öz adına layiq işlər gör ki, sən axırda utanmaq əsas. Hər bütün öz filanı nədir? Təyin əvəzlikdir. Layiq işlər gör ki, sən isə şəxs əvəzliyidir. Axırda utanmaq xəsarəti. Burada da əvəzli yox. Demək, təyini və şəxs əvəzliyi. Təyini şəxs əvəzliyi hansıdır? Cavabımız beynəldir. Nümunədə əvəzliyin hansı məna növlərini? Öz balaca xilqəti ilə hər bir insan, hər bütün öz nədir bunlar? Təyini əvəzlik. Təyini. Hər, yenə də bu təyinidir. Təyini. Bir insan. Bir dünyadır bu dünyada. Bu dünya isə işarədir. Təyini və işarə. Cavabımız A-dir. Sonra şəxs əvəzliklərlə bağlı doğru fikirləri müəyyən edin. Şəxs əvəzlikləri şəxsə və kəmiyyətə görə dəyişir. Əlbəttə ki, dəyişir. Şəxs əvəzlikləri yalnız insan anlayışı bildirmir. Əlbəttə ki, digər canlılara da ayrıla bilər. İsim kimi hallana bilir. Əlbəttə ki, hallana bilir. Mənsubiyyətə görə dəyişir, dəyişmir. Əsasən sifət əvəzdir, əsasən ismi əvəzdir. Cavabımız 4 və 5-dir. 4, 5. Burada nəyi səhv edirik? 4, 5-dirsə,
Şəxsə və cəmiyyətə görə dəyişir. Doğru fikirlər. Üzrsən, doğru fikirlər. Mən səhvlər götürmüşəm. Əlbəttə ki, doğru fikir deyirsə, 1, 2, 3-dür cavabımız. Cavab C bəndədir. Səhvlər üçün yazıram. Səhv səsə 4 və 5-dir. Qeyri-müəyyən əvəzlik mübtəda vəzifəsində işlənməsi. Ehtiyat danışmaq olmaz. Nədən? Hər şeydən. Görürsünüz, tamamlıq vəzifəsində. Heç kimdən ehtiyat etmə. Nədən? Heç kimdən. Səndən qeyri biz hər şeyi bölə bilərik. Bax, burada mübtəda vəzifəsində işlənib. Amma nə işlənib? Şəxs əvəzliyi. Bizə mübtəda vəzifəsində işlənən nə istəyir? Qeyri-müəyyən. Diqqət olmaq lazım. Kimsə arxada dayanmışdı. Nə etmişdi? Dayanmışdı. Kim? Kimsə görürsən? Qeyri-müəyyən əvəzlikdir. Cavabımız D bəndi. Hamıya silah verdi. Hamıya düzdür. Qeyri-müəyyən əvəzlikdir. Qeyri-müəyyən əvəzlikdir. Amma tamamlıq vəzifəsindən çıxış eləyib. Bizdə mübtəda vəzifəsindən işləyir. Cümlələrin birində sual əvəzliyi mübtəda vəzifəsindədir. Niyə mənimlə getmək istəmirsən? Bax, niyə nədir? Burada tamamlıq. Sən nə vaxt gələcəksən? Nə vaxt? Zəflik kimi çıxış edib. Yəni zəflik mövqeyinə çıxır. Kimi axtarırsınız? Kimi axtarırsınız tamamlıq kimi? Nəyi bizdən artıqdır? Bax, burada nəyi bəzən uşaqlar çalışırlar, tamamlayırlar. Onun nəyi bizdən artıqdır? Artıq burada mənsubiyyət şəkilçisi olduğuna görə, burada bu hal şəkilçisi deyir axı, mənsubiyyətdə o da adlı xal hesab olunacaq. Adlı xal isə demək mübtəda vəzifəsindədir. Bizdən nə? Nəyi? Bax, artıqdır. Nə? Nəyi? Kimdən? Bizdən. Ona nə dedilər? Ona nəyi dedilər? Bax, görürsən, nəyi mənasında işlənir. Artıq burada nə sualı? Təhsil imkanı sualı mənasındadır. Belə deyil, təhsil imkanı nədir? Tamamlıq çıxış edir, tamamlıq. Cavabımız deyə bilərdir. Hansı cümlədə? 58-ci suala baxırıq. Hansı cümlədə işarə əvəzliyi feillə əlaqələnmiş? Feillə əlaqələnmiş nədir? Yəni, feilə aid olur. Belə söz söhbətdən sonra o razılaşmaz. Nə etməz? İşarə əvəzlikləri hansılardır? O, bu, elə, belə, həmin. Feillə əlaqələnən nə ola bilər? Ya elədir, ya da ki, belədir. Onda belə çıxır ki, burada cavabımız C bəndidir. Nəyə görə? Çünki nə etməzdir? Danışmazdır. Necə danışmazdır? Belə. Bax, belə görürsən, hərəkətə aiddir. Hərəkətə aidsə demək nədir? Zərf əvəz edib feillə əlaqələnib. İşarə. Hansı cümlədə işarə əvəzli isimlə əlaqələnmişdir? Bax, elə hazırlaşmalısan. Necə hazırlaşmalısan? Elə. Hərəkətlə aiddir, feil aid. Otağı elə təmizləyin. Təmizləyin feildir. Demək, hərəkətə aid. Elə hamınızın istəyi budur. Elə, burada elə ədatdır. Elə işlər. Necə işlər? Elə işlər. Görürsən, isim aiddir. Cavabımız deyiləndir. Biz sizinlə elə razılaşmamışdıq. Razılaşmamışdıq ki, necə razılaşmamışdıq? Elə razılaşmamışdıq. Hərəkət aiddir. Demək, burada cavabımız deyiləndir. 60-cı suala baxırıq. Nöqtələrin yerinə uyğun olan əvəzliklərin düzgün ardıcıllığını müəyyən edin. Axır çərşənbədə hamı tonqal başına yığılır. Hər adama yerləşəni buraya yazır. Öz vətənin əzizdir. Bu səfərdən razı qalmadı. Heç kim, belə deyək, heç kim bu səfərdən razı qalmadı. Çünki heç nə istədiyimiz kimi olmadı. Heç nə. Demək, nə olmalıdır? Olmalıdır hamı, hər, öz, hamı, burada nə olmalıdır? Hamı, hər oldu, öz oldu, heç kim oldu, bir də heç nə. Cavab bağlandı, görürsünüz. Bax, hamı birinci gəlib, hər ikinci gəlib, özlə bir yerdə gəlib, heç kim, bir də heç nə. Burada cavabımız A bəndidir. Nöqtələr yerinə uyğun olan əvəzliklərin düzgün ardıcıllığını müəyyən edin. Vətən qarşısında borcunu verməlidir. Hamı. Vətən qarşısında öz borcunu verməlidir. Sualın cavabını bilmirdi. Heç kim sualın cavabını özü bilmirdi.
qapının ağzında dayanmışdı. Qapının ağzında kimsə dayanmışdı. Kimsə dayanmışdı. Demək, birinci gəlir hamı öz bu sualın cavabını, burada səhv yazmışam, üzrsən. Demək, diqqətlə oxumaq lazımdır cümlələri. Çünki poza biləsən. Bu sualın cavabını heç kim bilmirdi. Qapının ağzında kimsə dayanmışdı. Demək, hamı öz bu heç kim, bir də kimsə. Cavab yenə də A bəndidir 61-ci sualda. 62-yə baxırıq. Biri əvəzlik deyil. Heç kəs qeyri-müəyyən əvəzlikdir. Kimsə qeyri-müəyyən əvəzlikdir. Bəziləri qeyri-müəyyən əvəzlikdir. Biri qeyri-müəyyən əvəzlikdir. Bir sıra bir çoxsa sayıdır. Demək, cavabımız nədir? E bəndi. Nöqtələr yerinə uyğun gələn ifadəni müəyyən edin. Vergül qoyubsa, bax, A bəndi olmaz. Niyə? Çünki data gəlib. Kimdir? Bax, kim əvəzli gəlib olmaz. Oxumayıb. Feil gəlib olmaz. O buradadır. Cavab D bəndi ola bilər. Zərfdir. Amma o yer gözəldir. Hansı yer? O yer. Hansı sual cavab verdiyinə görə E bəndi də olmaz. Cavabımız D bəndi. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Harda əcdadımın ayaq izi var, bu zəfər bayrağı orada dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamazlar onun hüzuruna salama gəlsin. Deyir, ardıcı olaraq sual, işarə, şəxs işlənib. Gəlin baxaq. Harda? Sualda düzdür. Əcdadımın ayaq izi var. Bu zəfər, bu işarədir. Bayrağı orada dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamazlar onun hüzuruna salama. Onun da burada nədir? Şəxs əvəzlidir. Deyir, ardıcı olaraq sual, işarə, şəxs gəlib. Həqiqətən də doğrudur. İkincinə baxırıq. İkincidə deyir, işarə əvəzlik sifəti. İşarə əvəzlik hansı idi burada? Bu zəfər. Hansı zəfər? Bu zəfər. İşarə əvəzlik sifəti həqiqətən də sifəti əvəz eləyibdir. 1-2 doğrudur. 1-2 doğrusa demək, cavabımız məlumdur, düzdür uşaqlar. 64-də. Demək, bax, 1-2 burada yoxdur, 1-2 burada yoxdur, 1-2 burada yoxdur, 1-2 yoxdur. Demək, cavabımız A bəndi. Gəlin, baxın nəyə görə. Əvəzliyin iki müxtəlif mənə növü yerlik haldadır. Harda? Heç burada ümumiyyətlə yerlik halda yoxdur. Harda sözün köküdür birbaşa. Yerlik hal dadadır. Dada ilə düzələn heç bir şey yoxdur ki burada. Demək, yanlışdır. Bizdən doğru fikirlər istəyir. Əvəzliklərdən biri qulluqca düzəltmədir. Harda sadədir, bu da sadədir, o da sadədir. Demək, bu da yanlışdır. Bu da yanlış, bu da yanlış. Şəxs əvəzliyi yerlik haldadır. Şəxs əvəzliyi bu da onun hüzuruna. Həqiqətən də yerlik haldadır. Demək, cavabımız 1-2-5-dir. Düz tapmışıq. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. 65-ci suala baxırıq. Bax, belə işlənir də bu test. Yalnız ismi əvəz etmiş əvəzliklər işlənmişdir. Həm ismi, həm də sifət əvəz edir. Bu xanaya aid olanı buradan işləyirsən. Bu şərtə aid olanda buradan işləyirsən. Yalnız ismi əvəz etmiş əvəzliklər. Onun iri gözlərindəki kədər məni təəssüf, qarışıq bir duyğu oyatdı. Onun, bax, görürsən, ismi əvəz edib, məndə qarışıq bir duyğu oyatdı. Demək, biri götürəcəyik. Həqiqətən də yalnız ismi əvəz etmiş əvəz işlənmişdir. Onun əvəzliyi. Sanki öz gücünü, hansı gücünü? Öz gücünü. Sifət əvəz elədi. Bizdən nə istəyir? Yalnız ismi. Demək, bunu götürəcəyik. Həm ismi, həm də sifət əvəz etmiş. Maraq və intizar mənim bütün duyğularımı bütöv. Burada bir mənim var, bir də bütün var. Mənim ismi əvəz edib, bütün isə sifət əvəz edib. Demək, bu nədir? 3 doğrudur. 4-cünə baxırıq. Onların böyüdüklərini gördükdə bütün əziyyətləri, onların bir də ki, bütün sifəti əvəz eləyib, onları isə ismi əvəz eləyib. Demək, bunu da götürəcəyik. Mən utandığımdan heç kim üzünə baxa bilmədim. Mən, bir də heç kimindir burada işlənən. İkisi də ismi əvəz eləyib. Burada amma biz deyək ki, sifəti əvəz eləsin. Demək, ismi əvəz eləyib. Cavablarımız nə idi? 1-dir, 3-dür, 4-dür. 1, 3, 4 cavabımız C bəndi oldu.
Sonra uşaqlar 66-cı suala baxırıq. Hansı cümlələrdə əvəzlinin iki müxtəlif mənəvi aid nümunə vardır? 66-cı sualda. Mən hiss edirdim ki, bax, şəxs əvəzli, Qızbəs xalanın nə isə bir gileyi var. Gileyi var, nə? Kim isə nə isə bu da nədir? Qeyri-müəyyən əvəzlikdir. Demək, bax, şəxs əvəzli işlənib, bir də qeyri-müəyyən əvəzli işlənib. Demək, neyəcəyik? Götürəcəyik. Bu doğrudur. Onlara 1000 dəfə öz canımı verməyə hazırım. Onlara şəxs əvəzlidir. Öz canımı, əgər bütün öz filanı, bunlar da təyin əvəzlidir. Düzdür? Şəxslə təyin işlənib ki, demək, cavab 2-də götürəcəyik. Cavanlığım onlar şəxs əvəzlidir. Qurban getməsi heç mənim ağlıma da gəlməzdi. Bu da heç görüb götürməyin. Bu ədatdır. Mənim də şəxs əvəzlidir. Şəxs. Bu deyir ki, iki müxtəlif. Bunu götürməyəcəyik. Bunlar eynidir. Etiraz etdi ki, mən şəxs əvəzlikdir. Sən şəxs əvəzlidir. Bir yerdə otura bilmərəm. 4 də olmayacaq, çünki eyni demir, müxtəlifdir. O, bu sözləri, kim? Bu şəxsdir. Bu işarədir. Elə yana işarə əvəzliyi. Bax, işarə əvəzliyidir yenə də. İşarə. Bir səs edir ki, tükləri müfərdir. İşarə şəxs. Demək, şəxslə işarə işlənir də. Demək ki, keşilə götürəcəyik. Cavabımız nədir? Eyvəndir. 67-ci suala baxırıq. Verilmiş cümləyə əsasən doğru fikirləri müəyyən edin. 67-ci sualda cavabımız görək nədir? Verilmiş cümləyə əsasən doğru fikirləri müəyyən edin. O hamıda təəccüb oyadan bir məharətlə bütün imtahanları verib riyaziyyat fakültəsinə daxil oldu. Əvəzliyin 3 müxtəlif məna növünə aid nümunə işləmiş. Gəlin baxaq. O şəxs əvəzliyidir. Bəli. Təəccüb oyadan bir məharətlə hər bütün təyin əvəzlikdir. Riyaziyyat fakültəsinə hamıda, burada da hamı qeyri-müəyyən əvəzlikdir. Şəxs də qeyri-müəyyəndir, təyin əvəzlikdir. Demək, həqiqətən də biri götürəcəyik. İsmi əvəz etmiş əvəzliklər ismin müxtəlif hallarında. İsmi əvəz edən əvəzliklər hansılardır? Bir də hamıda. Bax, o adlıq haldadır, hamıda isə yerlik haldadır. Demək, həqiqətən də ki, doğrudur. İsmi müxtəlif hallarındadır. Sifəti əvəz etmiş əvəzlik quruluşuna görə digərlərindən fərqlənir. Bax, o da sadədir, hamı da sadədir, bütün də sadədir. Demək ki, fərqlənmir. Yanlış fikirdir. Yerlik halda olan qeyri-müəyyən əvəzlik cümlənin zərfliyidir. Burada yerlik halda olan qeyri-müəyyən əvəzlik cümlənin zərfliyi yox. O hamıda, kimdə? Hamıda. Tamamlıq vəzifəsindədir. Zərflik vəzifəsində deyil. Cavab 4 səhvdir. Şəxs əvəzliyi mübtədan ifadə vasitəsilə əslində o şəxs əvəzliyidir. Mübtədan vəzifəsində çıxış edir. Demək, cavabımız eyvəndir. 68-ci suala baxırıq. Altından xətt çəkilmiş sözlərin hər ikisinə aid doğru fikirləri müəyyən edin. Dillərdə hər kəs hamı üçün, hamı hər kəs üçündür. Şüarı səslənirdi. Yazır. Bir, xətt çəkilmiş sözlərin hər ikisinə aid doğru fikir. Adlıq haldadır. Kim, hər kəs, kim, hamı həqiqətən adlıq haldadır. İkinci dərəcəli cümlə özüdür. Kim, hamı, kim, hər kəs. Yox, birinci dərəcəli özüdür. Yanlışdır. Kim sualına cavab verir? Əlbəttə, kim, hər kəs, kim, hamı. Qeyri-müəyyən əvəzlik quruluşda sadədir. Düzdür, qeyri-müəyyən əvəzliklərdir. Bax, bu hər kəs mürəkkəbdir, hamı isə sadədir. Ona görə də 4-cü cavabı götürmürük. Bizdən nə istəyir? Doğru fikir istəyir. Doğru fikir istədiyinə görə 1 ilə 3-ü götürürük. Demək, cavabımız hansı cümlədə əvəzliyin 3 məna növünə aid nümunə istifadə edilir? Hər kəs bəşəriyyəti dəyişdirmək istəyir. Bax, hər kəs qeyri-müəyyən əvəzlik. Heç kəs özünü dəyişdirməsin. Heç kəs də qeyri-müəyyən əvəzlik. Burada əvəzliyin bir məna növü işlənib. Burada cavab getdi. Dəniz özü üçün, özü nədir? Hər bütün bu təyin əvəzlik dalğalanır. Sahil elə düşünür, elə belə.
işarə əvəzləyir. Düzdür? Dəniz onun isə şəxs əvəzləyir. Demək gördünüz? Təyini, işarə, şəxs. 3 dənə istəyir, həqiqətən də var. İkini götürəcəyik. Hər kəs qeyri-müəyyən əvəzlikdir. Sən şəxs əvəzliyidir. Mən şəxs əvəzliyidir. Düşündüklərimizi düşünmür. Bax, 3-ü götürməyəcək. Düzdür? 3 dənə var. Deyir, 3 əvəzinin 3 məna növünə aid. Burada məsələ 2 dənə məna növüdür. Ona görə 3-ü götürmürük. O yenə bu adamları öz iradəsinə tabe etdi. Kim? O. Kim? Şəxs əvəzliyidir. Yenə bu adamları, hansı adamları? Təyini əvəzlikdir. Şəxs, təyini, hər, bütün, öz filan eyni. Bu da, üzr istəyirəm, burada bu işarə əvəzliyidir. Bu işarə əvəzliyidir. Öz təyini əvəzlikdir. Demək ki, şəxsdir, işarədir, təyinidir. 2 və 4. 2 və 4. Cavabımız A bəndidir. Müxtəlif məna malik olan 69-da cavabımız A bəndiydi. 70-ci suala baxırıq. 70-ci sualda belədir. Sualımız görə burada nə istəyir bizdən? Müxtəlif məna növünə malik olan hansı əvəzliklər eyni suala cavab verə bilər? Müxtəlif məna növünə malik. Müxtəlif. Mən şəxs əvəzliyidir. Hamı qeyri nədir? Qeyri. Bu işarə əvəzliyidir. Bu işarə əvəzliyidir. Kim? Sual əvəzliyidir. Birazdan. Hara? Sual əvəzliyidir. Sual. Ora isə ümumiyyətlə əvəzlik deyil. Bax, 6-ya baxın. 6 əvəzlikdir. Bizdə nə istəyir? Əvəzlik istəyir. Demək, E bəndi heç ümumiyyətlə olmayacaq. A bəndi ümumiyyətlə olmayacaq. Yerdə qalan nədir? 4 ilə 5 də olmayacaq. Niyə ki? Çünki ikisi də sual əvəzlidir. Biri kim sualı, bir də hara sualı. 4 ilə 5 də çıxır. Variantlara baxın. Cavabımız avtomatik olur. 1, 2, 3 qalır. Mən, kim? Hansı əvəzliklər eyni suala? Kim? Mən. Kim? Hamı. Kim? Bu. Bax, bəzən bu hansı suala cavab verir, amma kim suala cavab verilmə qabiliyyətinə malikdir. Demək, cavabımız nədir? 1, 2, 3-dür. 71-ci suala baxırıq, uşaqlar. Hallana bilsə də birbaşa hal şəxsi qəbul edə bilməyən əvəzliklər. Deyir, hallanır, amma birbaşa hal şəxsi qəbul edə bilməyən əvəzliklərdir. Baxın, öz əvəzliyinə fikir verək. Öz əvəzliyi həqiqətən hallana bilər, amma birbaşa hal şəxsi qəbul edə bilmir. Bax, özü, öz, özünün. Özünə. Bax, fikir versə da davam eləmirəm. Bax, birini yönlük halda, birini də yiyəlik halda işlədim. Yiyəlik hal, bu da yönlük halda. Mənsubiyyət şəkilçi qəbul edib sonra hallanır. Demək, 1. Nə üçün? Getdi. Bəzi sözü. Bax, bəzi sözü də hallana bilər. Amma bəzisini bəzi sözü mənsubiyyət şəkilçi qəbul edib sonra hallana bilər. 1-3, düzdür? Elə. Bir də ki, elə biləndə, müzə kitabımız elə qeyd edib ki, eləsi və beləsi mənsubiyyət şəkilçi qəbul edib hallana bilər. Təklikdə hallana bilmir də, yoxlamaq da lazımdır. Yəni, uşaqlar, burada hallanma, mənsubiyyətə görə dedikdə çaşıb qalmayın. Nə var ki, götürün də, adlıq, yiyəlik, yönlük, təhsillik, yelik, çıxarla tanırsınız. Məsələn, elə sözünə bax, gəl hallandıraq da, elə adlıq hal olsun. İndi bunu hələ yiyəlik halda mənsubiyyət şəkilçi qəbul etməmiş hələ eləyən, elənin. Olar, olmaz axı. Eləsinin şəklində. Elə, eləsinin, eləsinə, eləsində, eləsindən. Görürsən, ancaq mənsubiyyət şəkilçi qəbul edib dəyişə bilər. Demək, cavabımız nədir? 1, 3, 4. Kimsə olmur. Yəni, bax, olmur niyə görə? Kimsə, bax, kimsə, kimsənin, kimsənin. Qəşəngcə heç bir şey qəbul etmədən də mən hal şəkilçini qəbul edir birbaşa. Demək, ola bilməz də. Bildiniz? Cavabımız nədir? Tərkibində əvəzlik olmayan cümlə. Nə ləzzətli dadı var. Bax, burada nə ləzzətli dadı var deyəndə ədaddır. Nə ədaddır. Nə üçün gəldiyimizi indi bildik. Bax, nə üçün sual əvəzliyidir. Sual əvəzliyi. Biri qazilərlə yaxından maraqlanırdı. Bax,
Qeyri-müəyyən əvəzlikdir. Qeyri-müəyyən əvəzlik. 1-i 3-ə vurmaq olar. Burada 1 hallanıb. Saydı sadəcə. Nə meyvə alınır, nə də çərəz satılırdı. Bu da bağlayıcı mövqeyindədir. Burada da yoxdur. Bizə nə istəyir? Olmayanları istəyir. Tərkibin əvəzi olmayan. Olmayanlar hansıdır? 1 idi. 4 idi. Bir də 5. 1, 4, 5. Cavabımız B bəndi 72-də. 73-ə baxırıq. Cümlənin birində şəxs əvəzliyi yer zərfliyi vəzifəsində. Anam yer zərfliyi vəzifəsində nə deməkdir? Yəni məkan bildirəcəkdir. Nə edirdi? Gəlirdi ki, anam haradan gəlirdi? Sizdən gəlirdi. Demək, bax, burada elə yer zərfliyi mövqeyində çıxış eləyib şəxs əvəzliyi. Uşaqlar bizdən çəkinirdilər. Nə edirdilər? Çəkinirdilər. Kim? Uşaqlar kimdən? Tamamlıq mövqeyində. Bu məsələdə hamımızda günah var. Var. Nə var? Günah kimdə? Hamımızda tamamlıq. Hansı məsələdə? Nədə? Məsələdə. Hansı məsələdə? Bu məsələdə. Görürsünüz, şəxs əvəzliyi yer zərfliyi yoxdur. Haradan gəlirsiniz? Burada haradan gəlirsiniz? Kimdən, nədən? Və görürsən, burada yer zərfliyi var. Amma çaşmayın uşaqlar. Çünki bizdən soruşur şəxs əvəzliyi olsun. Bu sual əvəzliyidir. O bəriyə gəldi. O da o getdi. Cavabımız 74. Verilmiş cümlələrə əsasən cədvəli doğru fikirləri müəyyən edin. Uşaqlar, bax, ortaq cəhətdir, ortaq cəhət deyil. Demək, ortaq cəhət olanda, demək, bu hər iki cümlənin aid olacaq. Ortaq cəhət deyil deyəndə, bura birinə aid olacaq, birinə aid olmayacaq. 2 dənə cümlə verib. Yazıb, sifəti əvəz edən əvəzlik işləmişdir, ortaq cəhət. Sifəti əvəz edən əvəzlik. Yəni, bax, bu bir var, ha. 2 cümlənin ikisinə də aid olmalı. Birinə aid deyilsə, götürməyəcək. Yazıb, sifəti əvəz edən əvəzlik. Ancaq bizə gələnə kimi qartal onu didib parçalamışdır. Burada sifəti əvəz edən əvəzlik görürükmü? Görmürük. Demək, ortaq cəhət deyil. Heç mən baxmıram. Çünki sifəti əvəz edən əvəzlik işlənmişdir. Hələ görürəm ki, birində işlənməyib. Demək, işlənməyib də. Tərkibində şəxs əvəzliyi var. Bax, tərkibində şəxsə. Biz şəxs əvəzliyidir, düzdür? İndi bunu tapmışam. Keçim görüm aşağıda var ikinci cümlədə. Bunu yazadı birinci və ikinci. Yaz gələndə bütün ağaclar kimi o da çiçək açıb. Görürsən, o. Şəxs əvəzliyidir, bəli. Hər ikisində var? Var. Demək ki, nə edirəm? Götürürəm. Adlı halda olan şəxs əvəzliyi cümlənin mübtədasıdır. Ancaq biz gələnə kimi qartal onu ditib var. Nə vaxt, nə zaman biz gələnə kimi. Bax, burada deyir ki, adlı halda olan şəxs əvəzliyi cümlənin mübtədası. Cümlənin mübtədası deyir. Yanlış işlənibdir. Götürməyəcək 74-də. Ortaq cəhət deyil. 4-ə baxırıq. İsmi əvəz edən əvəzlik işlənmişdir. İsmi əvəzdən. Ortaq cəhət deyil. Yəni, hər ikisini aydınlar. İsmi əvəzdən əvəzlik. Həqiqətən, bax, biz ismi əvəzidir, bir də o ismi əvəzidir. Bunlar ortaq götürülməlidir. Bu ortaq cəhət deyil kimi yazılıb. Demək, cavab 4-ə götürüləcək. Tərkibində təyini əvəzlik var. Bax, burada təyini əvəzlik var. Bax, təyini əvəzlik. Amma burada təyini əvəzlik yoxdur. Demək, birində var, birində yox. Demək, ortaq cəhətdə 5 götürüləcək. Ortaq cəhət yoxdur. Feili birləşmənin aslı tərəfi kimi feili birləşmənin aslı tərəfi işlənmiş əvəzlik var. Bax, feili birləşmə nədir? Biz gələnə kimi. Bu, burada var. Burada işlənib, amma yaz gələndə bütün ağaclar kimi o da çayasırdı. İkinci cümlədə elə bir şey yoxdur. Demək, ortaq cəhət deyil. Altında götürəcək. Hansılardır? Doğru bizdən nə istəyir? Doğru fikir. Doğru fikirlər hansılardır? 2, 5 və 6. Cavabımız nədir? Beyefəndi. 75-ci suala baxırıq. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Birinci cümlə ilə bağlı doğru fikir, ikinci cümlə. Bax, bu birinci cümlədir, bu da ikinci cümlədir. Gəl, baxaq. Əvəzliklərdən biri ismi əvəz etmişdir. Birinci cümləyə baxacaq, çünki birinci cümləyə bağlı doğru fikir istəyir bizdən. O, hər səhər əkdiyi bu ağacın yanına gələrdi. Nə edərdi? Gələrdi. Kim? O. Deyir ki, əvəzliklərdən biri ismi əvəz etmişdir. Həqiqətən də ismi əvəzdən əvəzlik var. Kim sonrası? O.
Təyin əvəzi işlənmişdir. Baxın, hər, bütün, öz filan, yəni hər var, bəli var. İkisini də götürdük. Doğru fikir. Əvəzinin iki müxtəlif məna növü. Bax, o şəxsdir. Hər təyin əvəzlikdir. Bu isə işarə əvəzlidir. 3 dənədir. Ona görə bu yanlış, doğru deyil. İkinci cümlə ilə bağlı yanlış fikir istəyir. Şəxs əvəzli, ikinci cümləyə baxacağıq. Şəxs əvəzli qoşma ilə işləmişdir. Mənim üçün, həqiqətən qoşma ilə işlənib. Doğrudur, amma yanlışın altını götürmür. Çünki bizdən yanlış istəyir. Biz yanlışı tapmalıyıq. 4-ü götürməliyik. Qeyri-müəyyən, yəni 4 birinci cümlədə olsaydı doğru götürəcək. Qeyri-müəyyən əvəzlik çıxışlı haldadır. Bu isə mənim üçün dünyada hər şeydən çıxışlı hal. Doğrudur, götürməyəcək. Bizə yanlış lazımdır. Bütün əvəzliklər qulluqçu sadədir. Bax, bu yanlış olmalıdır. İkinci cümlədə bu sadədir, düzdür. Mən sadədir, doğrudur, amma hər şey mürəkkəbdir. Bizə nə deyir? Yanlış fikir. Yanlış olduğuna görə altını götürəcək. Hansıları işarələdik? 1, 2, 6. Cavabımız nədir? C-dir. Sonra gəldik, çıxdıq 76-cı suala. 76-cı suala baxaq, görək nədir burada. Cümlələrin cümlədə işlənmiş əvəzlərə bağlı doğru fikirləri müəyyən edin. Alabaş elə bil bu söhbətin özü haqqında getdiyini duyduğu üçün mənə soyuq bir nəzər salıb Sultan dayının yanınca yavaş-yavaş yeriməyə başladı. İşlənmiş əvəzliklərə bağlı doğru fikirləri. Demək, burada işlənmiş hansılardır? Budur, özüdür, üçün mənədir. Bir nəzər salıb Sultan dayının yanına yavaş-yavaş yeriməyə başladı. Üçüncü şəxsin, mənsubiyyət şəxsini qəbul etmiş əvəzlik işlənmişdir. Söhbətin özü. Üçüncü şəxs qəbul edib, cavabımız 1-1-dir. Doğru fikir istəyir o. Şəxs əvəzli ismin görünüş alanıdır. Bu da şəxs əvəzli hansıdır? Mənə, həqiqətən də görünüş alanıdır. 1-2. Şəxs əvəzliklər müstəqil cümlə üzvüdür. Alabaş elə bil bu söhbətin özü haqqında getdiyini duyduğu üçün mənə soyuq bir nəzər salıb Sultan yanına yavaş-yavaş yeriməyə başladı. Bu söhbətin haqqında getdiyini duyduğu üçün. Bax, burada müstəqillik birində var, bəzilərində var, bəzilərində yox. Mənə soyuq bir nəzər, bax, mənə bir soyuq nəzər salıb. Müstəqil cümlə üzvləri tərkibin içində olduğuna görə 3-ü 77-də götürmürük. Bütün əvəzliklər ismi əvəz etmişdir. Bax, burada bu söhbət. Bax, burada bu söhbət sifət əvəzliyib. Amma deyir ki, ismi əvəzliyib. Bu yanlış fikirdir. Təyini və şəxs əvəzlikləri tamamlıq vəzifəsindədir. Təyini və şəxs. Təyini əvəzlikləri hansıdır? Bax, öz. Bir də ki, şəxs əvəzlikləri mənidir. Tamamlıq vəzifəsindədir. Kimə? Xeyr, tamamlıq vəzifəsində deyil. Biri zəflik vəzifəsindədir. Biri də təyin vəzifəsindədir. Təyin tərkibin içindədir. 5 də yanlışdır. Əvəzliklərin məna növləri fərqlidir. Həqiqətən də bu işarə əvəzlidir. Özü təyin əvəzlidir. Mən şəxs əvəzlidir. 6 doğrudur. 1, 2, 6 cavabımız. 78-ə baxırıq. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Bax, bu testi uşaqlar belə istəyir. Doğrunun altından doğrunu tapırıq. Yanlışın altından yanlış fikirləri. Otların hamısı, hətta tikanlı qanqallar da çiçək açmışdır. Və bu çiçəklər hərəsi gün işığında bir rəngə çalmışdır. Gəlin doğrulara baxaq, nə istəyir doğrular bizdən. Mənsubiyyət şəkilçisi qəbul etmiş əvəzliklər var. Onların hamısı bu çiçəklərin hərəsi. Həqiqətən də var. Bir doğrudur. Eyni məna növündə olan əvəzliklər işlənmişdir. Bax, hamı qeyri-müəyyən əvəzlikdir. Bu işarədir. Hərə qeyri-müəyyən əvəzlikdir. Nədir? Eyni məna növündə olan əvəzliklər işlənmişdir. Həqiqətən də işlənib. 1-2 doğrudur. Sonra üçüncü, işarə əvəzliyi müstəqil cümlə üzvü deyil. Bu çiçəklərin hərəsi gün işığında. Hansı çiçəklərin? Bu çiçəklərin işarə əvəzliyi müstəqil cümlə üzvüdür. Bu yanlışdır. Yanlışın altından yanlış. 4-ə baxırıq. Qeyri-müəyyən əvəzliklərdən biri qurutca sadə, digəri düzəltmədir. Demək, qeyri-müəyyən əvəzliklərdən biri qurutca sadə, digəri düzəltmədir. Qeyri-müəyyən əvəzlik hansıdır? Bax, bu hamı sadədir. Hərəsi isə
Hərə isə düzəltməlidir. Düzdür bu. Yanlışın altına görə doğru deyil. Götürməyəcəyik. 5-ə baxırıq. Quruluşuna görə növləri eyni olan əvəzliklər həm də eyni məna növündədir. Quruluşuna görə eyni olanlar. Bax, quruluşuna görə nə idi? Bir qeyri-məna əvəzlik hamı idi, bir də hərə idi. Hərə düzəltməlidir, hamısı sağdadır. Bu yanlışdır, demək bunu götürəcəyik. 1, 2, 5-də cavab A bəndi. 79-a baxırıq. Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Uyğun fikir nədir? Yəni doğru fikir. Gəlin baxaq. Belə baxa bilərik də. 79 bax buradadır. Birinci cümlə ilə bağlı doğru fikirlər, ikinci cümlə. Bayaq elədiyimiz kimi. Bax bu birinci cümlədir, bu da ikinci cümlə hesab olunur. Yazır. Birinci cümlə ilə bağlı doğru fikir. 69-cu sual. Hər iki əvəzlik hal şəkli qəbul etmişdir. Birinci cümlədə baxırıq. Bundan təxminən, bax bundan hal şəkli qəbul edib. 3 il sonra onu, kimi onu? Həqiqətən də qəbul edib də. Demək bir doğrudur. İkinciyə baxırıq. Müxtəlif məna növlərində olan əvəzliklər həm də ismin müxtəlif hallarındadır. Müxtəlif məna növlərində olan əvəzliklər həm də ismin müxtəlif hallarındadır. Bax, bu işarə əvəzliyidir. O isə şəxs əvəzliyidir. Bundan çıxışlı haldadır. Onu isə təsirlik haldadır. Müsbət müxtəlif hal həqiqətən də doğrudur. 1, 2 doğru oldu. Əvəzliklər müxtəlif nitq hissələrini əvəz etmişdir. Bundan təxminən 3 il sonra onu yenidən başlayıb. Xeyr, bu ismi əvəz edib. Burada 3-ü götürməyəcəyik. İkinci cümləyə bağlı yanlış fikir istəyir. İkinci cümlə nədir? Bütün müəllimlərimiz onun səlis, axıcı natiqlik qabiliyyətinə qibtə yetirdilər. Yanlışları. Həm isim, həm də sifətə əvəz etmiş əvəzlik var. Bütün müəllimlərimiz, bax burada bütün sifətdir. Onun səlis axıcı natiq qabiliyyətini qibtə edirdilər. Onun səlis, bax onun burada ismi əvəz edib. Bu doğrudur, amma bizdən nə istəyir? Yanlış istəyir. Ona görə biz 4-ü götürməyəcəyik. Şəxs əvəzliyi mənsubiyyət şəkilçisi qəbul etmişdir. Şəxs əvəzliyi hansıdır? Onun. Burada onun, yazı saxlayın, şəxs əvəzlikləri heç vaxt mənsubiyyət şəkilçisi qəbul etməz. Yanlışdır. Yanlışlar hansılardır? 1, 2, 5-dir. 6-ya baxırıq. Təyin əvəzlik cümlədə təyin vəzifəsindədir. Bütün müəllimlər, hansı müəllimlərimiz bütün? Doğrudur, bizdən yanlış istəyir, ona görə bunu da götürmürük. Hansıdır? 1, 2, 5. 80-ci suala baxırıq. Verilmiş cümlələrə əsasən müqayisə cədvəlindəki doğru fikirləri müəyyən edin. Bax, bu da Eyler-Venn diaqramı kimidir. Yəni, bax, bu 5 ilə 6 bunların hər ikisinə aid olmalıdır. 1, heç də birinci cümlə, 2 ilə 1, 2 bu cümlə aiddir. 3 ilə 4 bura aiddir. Amma 5 ilə 6 ortaqdır. Həm buna da aid ola bilər, həm buna da aid ola bilər. Gəlin, baxalım. Yəni, bu Eyler-Venn diaqramı kimi işlənməlidir də. Yəni, qısacası belə deyim sizə. O, az zaman içində bizim aramızda təsəvvürə gəlməz hörmət qazandı. O, az zaman içində bizim aramızda təsəvvürə yazıb. Mübtəda vəzifəsində olan şəxs əvəzli işlənmişdir. O, az zaman içində bizim aramızda təsəvvürə. Kim? Hörmət qazandı. Kim? O. Mübtəda vəzifəsində olan şəxs əvəzli. Bir də doğrudur həqiqətən. Amma indi uşaqlar gəlib bu cümlədə baxmalıyıq. Əgər bu cümlədə varıdırsa, bir burada olmalıydı. Yəni ki, bu hissədə olmalıydı. İnsan ən sıxıntılı vaxtlarında da onun yanında özünü sərbəst və şən hiss edirdi. Kimin yanında? Onun yanında. Burada düzdür, mübtəda vəzifəsində işlənən şəxs əvəzliyi yoxdur. Demək, biri götürəcək. Əvəzliklər eyni nitq hissəsini əvəz etmişdir. Əvəzliklər eyni. O, az zaman içində bizim aramızda gəlmə hörmət. Bax, bizim, bir də o. İsmi əvəz edib. İnsan ən sıxıntılı vaxtlarında da onun özünü sərbəst kimi özünü. Bax, burada da həm ismi əvəz edib, burada da ismi əvəz edib. Demək, bu yanlışdır. Bu 2 gəlib burada yazılmalıydı. Ona görə biz onu götürmürük. Çünki ortaq fikirdir. Əvəzliyin 2 müxtəlif məna növünə aid nümunə var. Əvəzliyin düzdür, onun işarə əvəzliyidir. Özünü isə hər bütün özünü təyin əvəzlikdir. Bax, bura baxırıq, amma bu o şəxs əvəzliyidir. Biz isə şəxs əvəzliyidir. İkisi də şəxsdir. Demək, fərqlidir. Fərqlisi demək, 3-ü götürə bilərik. 3 doğrudur. 4-ə baxırıq. Şəxs əvəzliyi
həm hal, həm də mənsub şəxsi qəbul etmişdir. Burada şəxs əvəzliyi hansıdır? Bizdən doğru fikirlər istədiyinə görə bu yanlışdır. Özünü onun yanında yazılı şəxsin şəxs əvəzli mənsub şəxsi qəbul etmir. Ona görə də bu yanlışdır. Bizdən doğru istədiyini götürmürük. Əvəzliklər quruluşca sadədir. Əvəzlik quruluşca sadədir. Yəni bax, həm burada, həm burada olmalıdır. Bax, o sadədir, bizim sadədir. Sonra indi burada baxırıq. Onun sadədir, özünün sadədir. Bu da sadə, bu da sadə. Demək, ortaq fikir kimi götürə bilərik. Ortaq fikir kimi götürdüyümüz hansılar odur? 1, 3, 5. Yiyəlik halda olan əvəzliyin başqa nitq hissələrlə homonimliyi var. Yiyəlik halda olan əvəzliyi hansıydı? Bax burada. Bizim. Başqa nitq hissəlindən homonimliyi var. Bizim, biz əvəzlikdir. Bir də var biz. Biz. Həm də ki, isim kimi ola bilər. Tikmək, ayaqqabı tikən mənasında. İnsanın ən sıxıntılı vaxtlarında onun yanında özünü sərbəst şən istədir. Deyir, başqa nitq hissəsində burada odur, o özü, düzdür, homonimdir, amma biri şəxs əvəzli, biri işarə əvəzli olduğuna görə öz daxilindedir. Başqa nitq hissəsi nədir? Ona görə də bunu götürə bilmərik. Cavabımız 1, 3, 5. 81-ci suala baxırıq. Hansı cümlələrdə sual əvəzli işlənmişdir? Kim vağzala tələsirdi? Kim vağzala tələsirdi? Hə, uğur. Görürsən, test yazıram da. Kim vağzala tələsirdi? Kim vağzala tələsirdi? Bax, görürsən, sual əvəzliyi var. Salon ulduz kimi parlayırdı. Parlayırdı mı? Sual ədatı var. Sual əvəzliyi yoxdur. Qatar nə vaxt keçdi? Qatar nə vaxt keçdi? Bax, görürsən, nə vaxt? Sual əvəzliyidir. Biz bunu götürəcəyik. Bəs mən danışmalıyam. Bax, bəs mən danışmalıyam. Sual ədatıdır. Onlar hamısı binaya köçdülər. Hansı binaya köçdülər? Demək, burada da nə var? Sual əvəzlidir. Bizə nə istəyir? Sual əvəzli. Sual əvəzli hansıları oldu? 1, 3, bir də ki, 5. Demək, cavabımız nədir? 1, 3 və 5. Hansı cümlələrdə təyin əvəzliklər işlənir? Təyin əvəzliklər nədir? Hər, bütün, öz filandır. Hər çiçək, bəli, götürəcəyik. Hərə qeyri-müəyyən əvəzlikdir. Bütün gün işlədik. Hər, bütün təyin əvəzlikdir. Hamı kəndi mərkəzinə toplaşmışdır. Hamı qeyri-müəyyən əvəzlikdir. Filankəsin qızı, bu da filan, bu da təyin əvəzlikdir. Götürəcəyik. Demək, hansıları götürdük? 1-dir, 3-dür və 5-ci. 83. Məntiqə əsasən klasteri tamamlayın. Əvəzlik. Hər, məntiq nədir? Məntiq odur ki, hər, bütün, öz, filan, eyni. Hər, bütün, öz, filan, eyni. 2 ilə 5, hər, bütün, öz, filan, eyni. 2 və 5-ci sualda. Yaxşı, sağ olun, təşəkkür edirəm. Əvəzli mövzusu bu qədər.